Gənclərdən ibarət Yunan-Roma güləşçilərimiz qarşıdakı turnirlərə hazırlıqlarını davam etdirir. Məşqlərini Azərbaycan Güləş Federasiyasının Yunan-Roma güləş növü üzrə təlim məşq bazasında keçirən idmançılarımızın hədəfi qarşıdakı yarışlarda uğur qazanmaqdır. Gənc güləşçilərdən ibarət millimizin baş məşqçisi Talih İsrafilov MDB oyunları barədə təəssüratlarını bölüşür. Axırıncı bizim yarışda çıxış edən uşaqlarımız Əli Nəzərovdur. Dünya çempionumuz idi. O bu yarışda MDB oyunlarında qalib oldu. Artıq keçir gənclərə, bu ildən keçir gənclərə. Bizim bu yarışda 3 dənə çempionumuz oldu, 2 ikinci yerimiz oldu, 1 dənə də üçüncü yerimiz oldu. Bizim o 17 komanda elə bir komandadır ki, biz o uşaqları tapmalıyıq. Biraz material olaraq, belə deyim sizə, azlıq hiss edirəm. Amma yenə də bizim öhdəmizə düşən odur ki, o uşaqları tapaq, hazırlayaq. Biz hər il yeni uşaqlarla işləyirik, çünki bizim yaş qrupumuz ondan ibarətdir. Böyüklərdən, gənclərdən fərqli olaraq bizim yaş qrupumuz yeni uşaqlar gəlir, daim dəyişir. O nisbətdən də biz inşallah yeni uşaqlar tapmalıyıq, ortaya çıxartmalıyıq, işləyib nəticəmizi əldə etməliyik. Mütəxəssis qarşıdakı yarışlar barədə də danışıb. Nəzərinizə çatdırım ki, gələn il 2026-da Dünya Çempionatı Azərbaycandadır. Hədəflərimiz gələn komanda Avropa çempionu olsun, komanda Dünya çempionu olsun, ən böyük hədəf odur bizdə. 3-cü MDB oyunlarında qızıl medal qazanan idmançılarımız da suallarımızı cavablandırıblar. Hisslərim yaxşı idi. Azərbaycanda çempion olmaq daha yaxşı qürurdu. Rəqiblərə qalsa, rəqiblər də pis deyildi, yaxşı idi. Əsasən final rəqib Rus güclü rəqib idi. Amma qalib gəldik, şükür Allaha. Yarış çox yaxşı keçdi. Yəni rəqiblərim güclü olsa da, şükür qalib gəldik. Hər şey yaxşı idi. Hazırlık məşqlərim də hər şey yaxşı keçir. İnşallah qabaqda Gənclər üzrə Respublika çempionatı var, ora hazırlaşırıq. Orada da inşallah qalib olarıq. Yarış əla keçdi, yüksək səviyyədə keçdi. Rəqiblər güclü rəqiblər idi. Şükür Allah çempion oldum, qalib gəldim. Məşq hazırlığımız da əladır. Məşq proseslərimiz də əladır. Yüksək səviyyədədir. İnşallah ki, yaxşı olacaq. Qeyd edək ki, 3-cü MDB oyunları çərçivəsində Yunan-Roma güləşi üzrə yarışda Azərbaycan güləşçiləri 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.